Sən oğlanın oğlu ilə öpüşürsən, qucaqlaşırsan, yatırsan, durursan, onun anasını bəyənmirsən. Bu nətər ola bilər? Paradoksdur da, belə baxanda da. Sən necə, o da sənin anandır da, belə baxaq. Ax, sən deyirsən, baxı, sən öz həyat yoldaşını sevirsən, bəs o nə sevgidir ki, onun anasına o məhəbbət yoxdur. Bilirsiniz, bax, çox qəribə belə, amma öncədən qabaqlar axı elə olmayıb, hamısı elə qaynananı qaynar deyəndə elə ana kimi biliblər. İndi də elə gözəl ailələr var ki, getdiyi evdə gəlinlər o qaynananı ana bilirlər, doğrudan ana bilirlər. Amma elələrdir ki, məsələn, görürsən ki, oxuyursan ki, yox, hamı deyir, cavan qızlar deyir ki, mən tək yaşayıram. Niyə tək yaşayırsan? Yetimsən bəyəm, tək yaşayırsan. Deyir, bu ev zad yoxdur bəyəm, niyə yetim ya? Deyir, bu oğlan yetimdir bəyəm, bu yetimdir, bunun atası da var, anası da, ged yaşa birlikdə də. Doğrudan, həm gülməlidir, amma hərdən də ağlamalıdır.